İranda faktiki hakimiyyət dəyişikliyi baş verib. Hərbi ekspert Ədalət Verdiyev bunu Today Press TV-yə açıqlamasında bildirib. Onun sözlərinə görə Sepah komandanı Əhməd Vahidi seçilmiş siyasi rəhbərliyi tanımır. Ali rəhbər Müçtəba Xamenei isə proseslərə nəzarət etmir və ya edə bilmir. Ədalət Verdiyev düşünür ki, mövcud xaos İranı məhvə doğru aparır. Stat. İran prezidenti Məsud Pezeşkiyan Birləşmiş Ərəb Əmirliklərinə endirilən zərbələrlə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunun hərəkətlərindən kəskin narazılığını ifadə edərək onları tamamilə məsuliyyətsiz adlandırıb. İslam Respublikasının prezidenti vurğulayıb ki, bu hərəkətlər ölkənin siyasi rəhbərliyinin xəbəri olmadan və koordinasiyasız həyata keçirilib. Statın sonu. Ekspert vurğulayıb ki, Pezeşkiyan region ölkələri ilə gərginliyin artması fonunda potensial olaraq geri dönüşü olmayan nəticələr barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, ikinci müharibə riski səbəbindən İran prezidenti Sepahın Fars körfəzi dövlətlərinə hücumlarına dərhal son qoyulması və eskalasiyanın qarşısının alınması üçün Ali lideri Müçtəba Xamenei ilə təcili görüş tələb edib. Məsud Pezeşkiyan mümkün beynəlxalq reaksiyadan dərin narahatlıq keçirir və hesab edir ki, ölkə daha bir tam miqyaslı müharibəyə tab gətirə bilməz, deyə Ədalət Verdiyev fikirlərini yekunlaşdırıb.